dövlət bizə diqqət göstərmir, qayğı göstərmir. Salıblar bir qaranlıq qutuya elə bir ki, bizi dinləmək istəmirlər, ya bizi görməməzlikdən gəlirlər. Gözümüzün qabağını əritmə olurdu, küçəli şəklində çıxır. Gedən ora, gedən nə deyirlər. Onlar birdən-birə peyda olmuş və dərhalda ölkənin ikinci ən böyük qızıl istehsalçısına çevrilmiş Emroq şirkətinin işçiləridir. Bu işçilər Daşkəsərin Çovdar qızıl yatağında çalışırdılar. Sonradan şirkət peyda olduğu kimi də qeybə çəkilib. İndi işçilər onlara iş verənin kim olduğunu öyrənmək üçün ümidsiz axtarışdadılar. 2 aylıq tam əmək haqqıdır. Tam əmək haqqı. Yerdə qalanda deyirlər ki, 66%-dən sizin pulunuz ödənməlidir. İşdən də çıxartmırlar ki, işimiz açılacaq, çıxmayın, açılacaq, çıxmayın. Heç bir işə də girə bilmir. Bizim nümayişlərimizi vermirlər, nə də ki, əmək kitabçamızı vermirlər ki, çıxış edək başqa yerdə bir işdə, özümüzə işdə. Bu gəlir hər bir işçiyə artıq 50-100 min arası pul belə götürəndə müxtəlifdə əmək haqqılar. Bu yükü özünə yığa-yığa gedir bu şirkət. Kimə arxayındır bilmir. Qeybə çəkilən şirkətin sahibləri əyinlərində ən son dəblə tikilmiş paltarlar, qollarında bahalı dizayner çantaları olan tez-tez qəzet, jurnal və televiziyalarda görünən Əliyevalardır. Prezident İlham Əliyevin qızları. Hələ 2012-ci ildə hazırda həbsdə olan jurnalist Xədicə İsmailova Emroq konsorsiumunun 11% payının prezident qızlarına məxsus olduğunu aşkara çıxarmışdı. Panama Papers hesabatına daxil olan yeni araşdırmada isə prezident qızlarının Emroq konsorsiumunda daha 45%lik paya sahib olduqları üzə çıxarılıb. Bununla da onların qızıl mədənindəki nəzarət payı toplam 56% edib. Maaşlarını ala bilməyən işçilər isə hansı dövlət qurumunun qapısına döysələr də onlara bir cavab verilir. Şirkəti tapa bilmirik. Pensiyon fondu çıxanda 1037 manat. Ekologiya Nazirliyi əməkdaşlarının qəbulunda olduq. Onlar belə bir şirkəti tanımadılar. Bizdə olan şəkillər var ki, onların bizim əməkdaşlarla, bizim logo, Emroq şirkətinin logosu ilə şəkilləri var. Bankdan kredit götürmüşdük. İşimiz dayandıqda onu ödəmə qabiliyyətim çatmadı, azaldı. Krediti götürmüşəm, indi mənim pulum dövlətdə tələb edirəm, ala bilmirəm şirkətdədir. Amma dövlət bankı məni həbs edir, həbs verir. Şimdi belə adam gəlir, heç birinin pulu yoxdur, parası yoxdur. Qalıb burada, dünəndən qalmışıq düzdə. Bir nəfər yaxınlaşıb demir ki, niyə gəlibsiz, nəyə görə gəlibsiz? Heç kim baxmır bizim işə. Məhkəməyə getmişik, oradan o rayona göndərlər, oradan o rayona göndərlər. Axırda da Son araşdırmadan məlum olur ki, əsl sahibləri gizlətmək üçün şirkətlərin qəliz təsis strukturu var. Panamada qeydiyyatdan keçən Londex şirkətini başqa bir 3 Panama şirkəti təsis edib. Həmin 3 şirkətin sahibləri isə prezidentin qızları olub. What we were able to uncover is that a family not only controls a high stake. Araşdırma birinci ailənin təkcə mədən biznesində böyük paya sahib olmasını üzə çıxarmayıb, həm də müəyyənləşdirib ki, ailə bu şirkəti idarə etmək üçün Azərbaycanda işə adamlar götürüb, bəzən vergidən yayınıb. Araşdırma göstərib ki, onlar hökumətə 2 milyon dollarlıq bonus ödəməli olduqları halda ödəməyiblər. Bütün bunlara isə hökumət göz yumub. Şərtlər kəskin şəkildə pozulsa da saziş ləğv olunmayıb. Araşdırma həm də üzə çıxarıb ki, işçilərə 20 ay maaş ödəməyib, amma maaşın niyə ödənməməsinin səbəbi onlara izah olunmayıb. Çünki şirkətə prezident ailəsi nəzarət edir. Azərbaycan hökuməti ilə konsorsium arasında bağlanan saziş 27 maddə, 7 əlavədən ibarətdir. Sazişdən bəzi çıxarışlar. 5-ci maddə. Podratçının kəşfiyyat işləri üzrə proqramı hökumətə təqvim üzrə təqdim etməməsi köklü pozuntu sayılır və bu halda hökumətin sazişə xitam vermə hüququ var. 16-cı maddə. Məşğulluq fonduna sosial sığorta və tibbi sığorta fondlarına ödənişlər istisna olmaqla bütün digər vergi, rüsum və sair ödənişdən azaddılar.
25-ci maddə. Podratçı dövlətə 2 milyon ABŞ dolları məbləğində bonus ödəyir. Hələ bu sazişin Milli Məclisdə müzakirəsi zamanı xeyli suallar ortaya çıxmışdı. Vurğulanan məqamlardan biri də bu şirkətin digər vergi və rüsumlardan azad olunması ilə bağlı idi. Bu şirkətə belə bir şəraitin yaradılması haqqında səslənən sual o vaxt cavablandırılmasa da, indi məlum olur ki, şirkət nəinki vergilərdən və rüsumlardan azad olub, heç Dövlət Sosial Müdafiə Fonduna da ödənişlər eləməyib. Halbuki bu ödənişlər işçilərin aylıq maaşından tutulub. Bunu da ödəməyiblər. Ona görə də yəqin ki, sənədlərimi gizlədirlər, vermirlər. Aya da 145 manat pul tutublar. Hər ay 145 manat pul tutublar. 24-cü maddədə məxfilik məsələsi çox ciddi qoyulur. Bu niyə lazımdır? Azərbaycan cəmiyyətinə həmin şirkətlərin apardığı işlərə dair şəffaf məlumat verməyə əvəzinə məxfilik yüksək səviyyədə qorunub saxlanılır. Ümumiyyətlə bu kontraktda həmin şirkətlərə böyük əlavə hüquqlar verilir. Onlar faktiki olaraq əlavə dəyər vergisindən tamamilə azad edilirlər. Yalnız 22% mənfəət vergisi verirlər. Niyə onlar vergi ödəmirlər? Sizdən xahiş edirəm ki, kontraktda iştirak edən tərəflərin fəaliyyət dairəsi barədə bizə geniş məlumat verəsiniz. Çox sağ olun. Məni narahat edən digər bir məsələ də ekoloji təhlükəsizliyi ilə bağlıdır. Danışıqlarda ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində müəyyən tədbirlərin görülməsini vacib hesab eləyirəm. Bir-iki ilin içində yaranan və qısa müddətdə 6 yatağın işlənməsini qazanan Eimrock bəs niyə birdən-birə yoxa çıxdı? Araşdırma müəlliflərinin də cavab axtardığı əsas suallardan biri elə bu olub. So there could be a couple of reasons. One is that they run out of funding. They couldn't find anybody to sell gold to because of the Burada bir neçə səbəb var. Biri budur ki, pulları qurtarıb və onların qızıllarını alan yoxdur. Çünki işlərində şəffaf deyirlər. Eşitdiyimizə görə ailə və konsorsiumun sahibləri mədən sənayesi üzrə mütəxəssis deyirlər və bu sahəni necə idarə etməyi bilmirlər. Ola bilsin ki, pulun və təcrübənin olmaması buna səbəb olub. So it's possible that it's a lack of experience and lack of funding which has led to that. Araşdırma müəlliflərinin təhlillərinə görə şirkət qızılı sata bilmədiyi üçün işləri dayandıra bilər. Elə 2014-cü ildə Eimrock rəhbərliyinin işçilərə göndərdiyi elektron məktubunda da deyilir ki, qızıl satılandan sonra işlər yenidən başlayacaq. Ekologiya və Təbii Sərvətlər Naziri Daşkəsəndə vətəndaşlarla görüşəndə işçilərə bildirmişdi ki, bu şirkət paylarını başqa şirkətə satır. Bundan sonra işlər yenidən başlayacaq. Həmin şirkət isə çox güman ki, Anglo-Asian ola bilər. Miranda Patručić yada salır ki, Anglo-Asian London birjasında qeydiyyatdan keçən yeganə Azərbaycan şirkətidir və qızılı hasil edib şəffaflaşdırmaq üçün onu xarici zavodlara göndərir. Ehtimal olunur ki, Eimrock'un da hasil etdiyi qızılları xaricə çıxara bilsin deyə sahibliyi dəyişmə haqqında düşünülür. 2012-nin avqust ayından başlayıb da hasilat, 2014 bağlanana qədər, aprel ayına qədər 2 tondan artıq olubdur. Amma gözümüzün qabağını əritmə olurdu, küçələ şəklində çıxırdı, onu qoyurdular o mühafizə maşınlarını aparırdı. Amma son günə qədər əritmə olub. Elə olur ki, məsələn, plan qoyurdular ki, bu ay 150 kiloqram olmalıdır. Onu verirdik. Ona da daha doğrusu sevinirdilər, təşəkkür edirdilər ki, çalışdıq hamımız bir yerdə bu nəticəni əldə elədik. Çovdar yatağında hasilat 2012-ci ilin sonlarından başlayıb, 2014-cü ilin aprelinə kimi davam edib. İşçilər deyir ki, bu müddətdə 3 tona yaxın qızıl hasil olunub. Bu da təxminən il yarıma 30 milyon dollarlıq qızıl deməkdir. OCCRP-nin əldə etdiyi maliyyə sənədləri Londex Resources şirkətinin mədənçilik biznesinin yaradılması məqsədi ilə 230 milyon dollar xərclədiyini göstərir. Londex Resources bir neçə bankdan, o cümlədən ailənin mülkiyyətində olan Xalq Bank və Paşa Bankdan nəhəng kreditlər alıb. Londexin aldığı kreditlərin adı çəkilən 2 banka sahibkarlığın inkişafı ilə bağlı dövlətin verdiyi kreditlər olması ehtimalı yüksəkdir. Amma ictimaiyyətə açıqlanmalı olan bu məlumatlar gizli saxlandığından dəqiqləşdirmək mümkün olmayıb.
Sənədlər bu kredit üzrə hər hansı ödənişlərin edildiyini və ya onun qaytarıldığını göstərmir. Bizim hökumət, dövlət bu işi bacarmırsa, bizim şikayətimize baxa bilmirsə, bizə yer göstərsin, gedək ora şikayətimizi edək.